Herkese salam. Bugün Array test bankindən olan 181-ci test tapşırığının izahına baxırıq. Deməli, bizdə deyir ki, proqramın nəticəsinin 6 olması üçün girişə veriləcək natural ədədlərin cəminin ən kiçik qiymətini müəyyən edin. Deməli, biz bacardıqca ən kiçik qiymətləri daxil etməliyik ki, onların cəmi də bizə kiçik versin. Deməli, biz nəticəyə baxırıq ki, sonda 6 alıb. Bunu necə alıb? X siyahısının elementlərini sayıb, bir də Y siyahısının elementlərini sayıb, bunların hasili 6 edib. X siyahısının elementlərini misal üçün 2 götürüb, Y siyahısının elementlərini 3 götürsək, təbii ki, bunların hasili bizə 6 verəcək. Və yaxud da tərsinə, X siyahısının elementlərini 3 götürüb, Y siyahısının elementlərini 2 götürsək, bunların da hasili bizə 6 verəcək. Deməli, mən ən azı X və Y elementlərinin ikisinin bir yerdə elementləri 5 dənə olmalıdır. Deməli, bu dövr, for dövrü ən azı 5 dəfə işləməlidir. For dövrünün ən azı 5 dəfə işləməyi üçün mən burada A-ya 6 verə bilərəm. Ən az. 6 verə bilərəm ki, 1-dən 5-ə kimi i qiymətlər alsın və hər dəfə R-ə kənardan ədəd daxil edim. Deməli, belə. A 6-dırsa, M-nin də MX-in də qiyməti A-ya bərabərdir, yəni 6-ya bərabərdir. Mən baxıram ki, burada R MX-dan böyük olan qiymətlərində X siyahısını əlavə edəcək. R M-dən kiçik olan qiymətlərində isə Y siyahısını əlavə edəcək. Mən 6-dan böyük qiymət olaraq ən azı, misal üçün, 7-ni götürürəm. Ən kiçik dediyinə görə. R-ə ilk dəfə 7 götürsəm, təbii ki, 7 böyükdür MX-dan. MX-in qiyməti 6-dır. Bəli, şərt ödəyəcək. MX-i bərabər edəcək 7-yə və X siyahısını əlavə edəcək. X siyahısına 7 elementini əlavə etdim. Təbii ki, burada artıq şərt ödəməyəcək. Geri qayıdacağım. İnin növbəti qiymətində X-ə verəcəm 8. 8 versəm, təbii ki, birinci şərt ödəyəcək, ikinci şərt ödəməyəcək. Birinci şərt ödəyən zaman X elementinə əlavə edəcəm MX-i, yəni 8-i. Bu mənim X siyahımdır. Daha sonra mən elə bir qiymətlər verməliyəm ki, birinci şərt ödəməsin, ikinci şərt ödəsin. Yəni elif. Mən çalışmalıyam ki, elə qiymətlər verim ki, R M-dən kiçik olsun. Təbii ki, M-nin də qiyməti 6 olduğuna görə ən kiçik mən 5-i verə bilərəm. Daha sonra 4-ü, daha sonra 3-ü. Niyə 3 dənə element verdim? Çünki X elementinə, X siyahısına daha doğrusu 2 dənə element vermişdim. Y siyahısına da ən azı 3 dənə element verməliyəm ki, onların hasili məndə 6 eləsin. Deməli, Y siyahısının elementləri 5, 4 və 3-dür. Və bizə bunların natural ədədlərin cəminin ən kiçik qiymətini soruşur. Təbii ki, burada mən 7-ni əlavə etmişəm. 8-i, 5-i, 4-ü və 3-ü. 15, 9, 12. Eləyəcək 27.